İzahlı test 26-cı hissə 5-ci sinif ingilis dili. Choose the correct variant. Düzgün variantı seçin. The pupils to school on Sundays. Uşaqlar bazar günləri məktəbə getmirlər. On Sundays adəti üzrə bazar günləri adəti üzrə baş verən hərəkətdir. Cümlə indiki sadə zamanda olmalıdır. Are going indiki davam edici zamanda a bəndi olmaz. C bəndi doesn't go. Does işlənir üçüncü şəxsin təkində. Goes işlənir. Bu yenə də üçüncü şəxsin təkində işlənir. Feilin sonuna es şəkilsi əlavə olunub. Cümlənin mənasına görə də uyğun gəlmir. B bəndi don't go. The pupils don't go to school on Sundays. B bəndi doğru cavabdır. 7-ci sual. Choose the sentence with a modal verb. Hansı cümlədə modal feil var? A bəndində do you come to us on Sunday? Burada modal feil yoxdur. Does he come to us on Sunday? C bəndində modal feil yoxdur. D bəndində who comes to us on Sunday? D bəndində modal feil yoxdur. B bəndi qalır. B bəndi can you come to us on Sunday? Can modal feili var burada. Can you come to us on Sunday? Sən bazar günü bizə gələ bilərsinizmi? Can modal feili bacarmaq, bilmək mənasını verir. 8-ci sual. Choose WH how question. Xüsusi sual cümləsini seçin. Xüsusi sual cümləsi who, kim, how, necə, which, hansı, what, nə ilə başlanan cümlələrdir. Sual cümlələrdir. Birinci sualda his brother doesn't like to eat pasta, does he? Bu xüsusi sual cümləsi deyil, ayrıcı sual cümləsidir. Is there a little bread on the table? Bu cümlə ümumi sual cümləsidir. 3. How many foreigners come to our country every day? Bu how many ilə başlayır. Xüsusi sual cümləsidir. Where do children like to play games? Where ilə başlayır. Harada ilə başlayır. Xüsusi sual cümləsidir. 3 ilə 4 doğru cavabdır. 9 onun cavablarını şərhlərdə, kommentlərdə yazarsınız.